Allah yurdunun paytaxtı Bakıdan hər birinizi salamlayırıq. Sabahınız xeyirli, uğurlu olsun. Xoş gördük sizi bir daha əziz tamaşaçılarımız. Bugünləri 7 aprel tarixli səhərimiz devam edir və söz verdiyimiz kimi ilk qonaqlarımız artıq bizimlə bərabərdirlər. Hər zaman tarixi, mədəniyyəti, zənginlikləri, süfrəsi mi deyək, gözəlliyi mi deyək, hər zaman gələn qonaqların diqqət mərkəzində olan paytaxtımız Bakı, Azərbaycanımız bu dəfə 15-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisini keçirəcək. Elə irəliləyən dəqiqələrdə də biz bu barədə danışacağıq qonaqlarımızla bərabər. Qonaqlarımız səyyahlar deyil. Bəli, qonaqlarımız artıq bizimlə bərabərdirlər və böyük məmnuniyyətlə qonaqlarımızı təqdim edək. Daha sonra isə qeyd etdiyimiz məhz həmin bu sərgidən söhbət açacağıq. Qonaqlarımız isə Adenya Resort Otelinin baş müdürü Mehmet Kayni. Sabahınız xeyir olsun, xoş gəlmisiniz. Amara Otelsin satış müdürü Deniz Kavak. Xoş gördük. Hilton Bodrum Türk Bürkü Otelinin baş müdür köməkçisi Gülnur Atmaca. Paloma Oteller şəbəkəsinin satış və marketinq üzrə direktoru Seda Gezgüç. Xoş gördük sizi də. Barut Hotelsin nümayəndəsi Anna Kondratova. Xoş gördük və Globus Arbita Travel şirkətinin təsisçisi İradə xanım Hüseynova. Sizi də salamlayırıq. Sabahınız xeyirli uğurlu olsun. Xoş gəlmisiniz. Xoş gəlmisiniz hər biriniz. Sizi burada görmək bizə çox xoşdur. Bir xidmət, əslində fərq yox. Amma halal o xidmət deyək, deyilmi? Məhəmməd bəy təklif edən otellərdən baş müdürüsünüz Adenya Resort Oteli'nin değil mi? Evet. Türkiye'de özellikle sahil kesiminde gerçekten çok güzel tesislerimiz var. Kardeş Azerbaycan halkının hepsini davet ediyoruz. Bütün tesislerimiz birbirinden güzel. Bütün tesislerimiz yeni. Hepsinde Avrupa standartlarının üstünde hizmet veriyoruz. Bütün dünyaya veriyoruz bu hizmeti. Bu dünyaya verdiğimiz hizmetin içerisinde kardeşlerimizi de tatilde yanımızda görmek bizi mutlu eder. Yani. Bizim otelimiz biraz farklı bir konsept. Benim otelim. Adenya Otel, İslami inanca göre hizmet veren bir işletme. Türkiye'nin cennet bölgesi olan Alanya bölgesinde bizim otelimiz. Antalya Havalanı'na 110 kilometre, Gazipaşa Havalanı'na 40 kilometredir. Sizin deyiminizle ispirtili içecek yok bizde. Aha. Yani alkollü içecek yok. Onun haricinde İslami inanca göre tatil yapmak isteyen, hem ibadetini hem de tatilini geçirmek isteyen insanlar için ideal bir yerdir. Özellikle hanımlar, yani inancını yaşayan hanımlar, başörtülü hanımlar gayet rahat bir şekilde bizim tesisimizde tüm hizmetlerden yararlanabiliyorlar. Yani normal bir bayan bikinisiyle sahile, denize, havuza gidebiliyor. Tesisimiz 300 oda, 600 yatak, 2 tane ayrı hamam, 2 tane ayrı sauna, bay ve bayan olarak özellikle bayanlar için cilt bakım üniteleri, spa merkezimizde mevcuttur. Tamamen helal konsepte yönelik olduğundan Dünya Helal Birliği üyesiyiz. Türkiye'deki ilk sertifikalı oteliz. Evet, bizim tesisimize helal olmayan hiçbir yiyecek ve içecek giremez. Bu hem bizim yaklaşımımız hem de Helal Birliği tarafından tarafımıza verilen sertifika gereği bunu yapmak zorundayız. Kaldı ki tesisimizde kalite müdürümüz, gıda mühendislerimiz tarafından denetlenmektedir. Aksi takdirde özelliğimizi yitiririz. Bundan dolayı da helal bizim için çok önemlidir. Helal konsept olduğumuzdan dolayı sertifikanın olması da çok önemlidir. Bu çok önemli məsələlərdən biridir. Əgər madem bu belə deyək də xidmət seçənləri, bu xidmətə müraciət edilənlər heç şübhəsiz sizin otellərin xidmətlərinə yararlana bilər. Amma bütün bunları da bildirəcəklər. Biz də təşəkkürümüzü bildiririk. Çox sağ olun. Təşəkkür ederiz. Çok sağ olun. Bu səhər gəldiniz və gələcəkdə də inanırıq ki, bax bu cür sıx əməkdaşlıqlar davam edəcək. Çox sağ olun. İşlərinizdə hər birinizə uğurlar arzu edirik. Və əziz tamaşaçılar, bax beləcə biz qonaqlarımızla bu dəfəki, bu indiki bölümümüzü yekunlaşdırırıq, bu mövzunu yekunlaşdırırıq. Növbəti? Bəli, növbəti mövzulardan əlbəttə olacaq. Bizim isə proqramımız davam edir. Bizimlə qalın deyirik. Sabahınız xeyir.